Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Önce herkese Aziz Mahmud Hüdayi Çelexanasından, Aziz Mahmud Hüdayi Hazretlerinin üzü suyu hürmetine, cami evliyaullahların üzü suyu hürmetine, Peygamberimiz sallallahu aleyhi ve sellem Hazretlerinin üzü suyu hürmetine dua edirəm ki, Ya Rab, herkesin xəstələrinə şəfa, dərdlərinə dəva, borçlarına əda, qəlblərinə Allah sevgisi, Allah dostlarının sevgisi, ailesinin sevgisini, bütün müminlere karşı olan sevgini artır ve olmayanlara da nəsib ilə. Mən bu dəqiqə İstanbul'da Aziz Mahmud Hüdayi Həzrətlərinin türbəsindən bu duaları edirəm ki, bəli, bax, bura Aziz Mahmud Hüdayi Həzrətlərinin kilaxanasıdır və sonra da bu kilaxana camidir. İstanbul'da, Çamlıca'da, Küçük Çamlıca'dadır bax. Düz, bu en büyük fuşka var, fuşkanın da altı. Bax, burasında. Bugün benim səfərim sona çatır. Ve inşallah Allah'ın izniyle saat 10'da təyyarəm Bakıyadır. Səfərim sona çatdı. Bu səfərləri, bu yerleri mən gəzmirəm. Məni gəzdirən Allah. Allah dostlarına bağlanmam. Bir mürşidə mürid olmam. Ve halal ruzi yeməyim ve evimdən 2 rükət yolçuluq namazını qılaraq çıxmağımdır. Həyatımın sirri bu. Ve bu dualarla Allah Teala mənə Məkkəni də, Mədinəni də, bütün böyük evliyalarını, Suriyanın, Şamının, Əmavilər Camisini, Bilal Həbəşisini, Muhiddin Ərəbisini və yaxud da Zeynabiyəsini və yaxud da Yahya Peyğəmbərin qəbrini, Hələbdə Zəkəriyyə Peyğəmbərini, İmaməddin Nəsimisini, oradan keçip bütün Türkiye'nin evliyaullahlarını, İstanbul evliyalarını, Bursa evliyalarını, Konyasını, Tarsusunu, Ashab-ı Kəhfini, Veysal Qaranisini, Urfa Balıqlı Gölünü, bütün saymaqdan bitməyən, yəni Türkiye'nin hər yanında, haralarında məscid varsa, kimsə nə ilənsə öyünürsə, mən məscidlərdə namaz qılmağımla öyünürəm. İordaniyasını, Ammanı, Zərgəsini, Aqabasını, oradan məsələn Livanını, oradan götürək Gürcüstanın məscidlərini, Çeçenistanın məscidlərini, Kabardin-Balkariyanın məscidlərini, Osetiyanın məscidlərini, Dağıstanın məscidlərini, Moskvanın, Leningradın, Surgutun, Tümenin, Sverdlovskisinin, Qazaxıstanın çox yeri Almatası, nə bilim Karakandası, Temurtausu, Özbəkistan, Əhməd Yasavsini, Türkistan, ondan sonra İmam Buxarisini, Bahuddin Naxşivəndisini, Əhməd Yasavsini dedim, Kokanını, yəni çox evliyanın və Azərbaycanın da çox məscidlərində Allah mənə namaz qılmağı nəsib edib. Bunların da sirri yalnız Allah dostlarına bağlanmaq, halal ruzi yemək ve dualarla, namazlarla evimdən çıxmaqdır. Allah Teala herkesin dualarını qəbulləsin. Allah Teala Allah dostlarına bizləri bağlasın ve Allah dostlarına dost olmaq. Allah bizlərə nəsib eləsin. Həmd olsun Allah için məni Allah dostlarına bağlayıb. Mən heç bir yararsız insan olsam belə Allah dostlarına sevgisi yeter. Ve Allah her bir kəsi Allah'a qul eləsin. Allah dostlarına dost eləsin. Həmd olsun ki, Allah məni öz dostlarına dost edib, şükürlər. Esselamu Aleyküm və Rəhmətullah.